Herkes salamlar. Alice Pro kanalında ilk 5'likə baxırsınız. Sizinlə mən Cabir. Oturub fikirləşdik və qərara gəldik ki, siz izləyicilərə çoxdandır tapmaca vermirik. Və bugün keçən dəfəkindən çətin və maraqlı tapmacalar hazırlamışıq. Neçəsinə düzgün cavab versəz, videonun altında rəylərdə yazın ki, biz də bilək. Fikirlərinizi cəmləyin. Hazırsınız? Onda biz başladıq. Eynimizi açmaq üçün başlayaq biraz asan tapmacadan. Diqqətlə bu şəkilə baxın və 10 saniyə ərzində pişik tapın. Və bu da cavab. Biraz çətin olsa da, əminəm ki, tapanlar oldu. Tapmayanlar isə növbət tapmacanı diqqətlə dinləsinlər. Bu tapmacanı isə Sovet fiziki Lev Landau tələbələrinə verirdi. Gəlin biz də biraz fikirləşək. Sual: bu ardıcılıqda C hərfindən sonra hansı hərf olmalıdır? İlk baxışdan sual çətin görsənə bilər, lakin çox adi bir sualdır. Bu rəqəmlərin baş hərfləridir. 1, 2, 3, 4, 5. Yəni D hərfindən sonra B hərfi olmalıdır. Bir kişinin qardaşı var və kişinin 6 yaşı olanda onun qardaşı yaşca 2 qat ondan balaca idi. Hal-hazırda kişinin 70 yaşı var. Sual: onun qardaşının neçə yaşı var? Yəqin ki, aranızda 35 yaş deyən oldu və əlbəttə ki, bu yanlış cavabdır. Düzgün cavab 67 yaş. Bu tapmacanı tapmaq üçün isə biz gərək polis kimi düşünək. Qadın polisi çağırır və deyir ki, qızıl qolbağımı oğurlayıblar. Onun dediyinə görə o dəniz kənarında istirahət edəndə qolbağını çıxardıb, qoyub yanına və yuxu tutub yatıb. Lakin oyananda artıq qolbaq yox idi. Maraqlısı odur ki, qumun üstündə xanımın ayaq izindən başqa iz yoxdur. Bu səsküyə başqa istirahət edənlər də toplaşır və bu insanların içində polis şübhəli şəxs kimi bir insanı həbs edir. İndi isə siz diqqətlə şəkilə baxın və oğrunu tapın. Polis balıq tutan çubuqla olan adamı həbs edir. Çünki o rahat şəkildə iz qoymadan balıq tutan çubuqla uzaq məsafədən qolbağı oğurlamışdı. Bir otaqda 3 lampa var, lakin onları yandıran başqa otaqdadır. Siz tapmalısınız ki, hansı düymə hansı lampanı yandırır. Düymələri neçə dəfə istəsəz, yandırıb söndürə bilərsiniz. Lakin lampa olan otağa yalnız bir dəfə girmək ixtiyarınız var. Sual: hansı düymə hansı lampanı yandırır? Videonu saxlayıb fikirləşə bilərsiniz. Bilirik ki, lampa yanılı qalanda qızır. Birinci hər hansı bir düyməni basırıq və bir neçə dəqiqədən sonra söndürürük. Sonra isə başqasını yandırırıq və giririk lampa olan otağa. İsti olan lampa birinci yandırdığımızdır. Yanlı qalan isə ikinci və toxunmadığımız isə sonuncu olandır. Yəqin ki, çətin olsa da bəziləriniz cavabı tapdınız. Dostumuz Elnur'un kanalını sizə məsləhət görmək istəyirəm. Kanalın linkini bizim videomuzun altında tapa bilərsiniz. Elnur'un kanalına abunə olsaz və videolarını izləsəz, biz sevinərik. Bugünlük bu qədər dostlar. Bəyəndiyiniz sualı rəylərdə bildirsəz sevinərik. Və əlbəttə ki, videonu bəyəndinizsə like atın. Kanala abunə olmamısınızsa, özünüz bilirsiniz nə eləmək lazımdır. Biz isə gedək yeni buraxılışlar fikirləşək. Allaha əmanət, hələlik.